Bismillah, dəyərli şagirdlər, bu günləri inşallah sizinlə bərabər halogenlər mövzusuna baxacağıq. Ümumiyyətlə, halogen sözünün mənası nə deməkdir? Halogen sözünün mənası duz əmələ gətirən deməkdir. Genetik mənşə deməkdir, duz əmələ gətirən deməkdir. Və bunlar 7A qrupunun elementləridir və bu qrupa aiddir flor, xlor, brom, yod. Yəni, belə deyək, dövr sistemi cədvəlində flor, xlor, brom, yod. Bu şəkildə yuxarıdan aşağı doğru düzülüblər. Və bu, ümumiyyətlə, halogenlərin hər birinin özünə məxsus adının mənası var. Birinci, fluorus sözü axıcı deməkdir. Sonra xlorus sarımtıl, yaşıl deməkdir. Bromos üfunətli deməkdir. Yodus da bənövşəyi deməkdir. Dəyərli dostlar, məsələn, niyə görə deyək ki, broma üfunətli deyilir? Çünki çox bərbad bir qoxusu var. Dəhşətli dərəcədə bərbad bir qoxusu var. Xlorus sözü yaşıl deməkdir. Bəlkə də siz biologiyadan da bunu eşitmişsiniz. Bu xlorofil falan eşitmişsiniz yəqin ki, xloroplast, xlorofil. Ümumiyyətlə, xloros sözü yaşıl deməkdir. Buradan götürülüb, buradan mənası. Yod da bənövşəyidir. Onsuz da yodun rənginə uyğundur bu. Deməli, qeyd etdiyim kimi, bu elementlər 7A qrupunda yerləşir. Elektron sonluğu NH2MP5-dir. Bu nə demək dostlar? Bunlar elektron sonluğunu 1-ə tamamlamaqla, yəni bir dənə elektron çatmır ki, bunlar təzsiz qazlara çatsınlar. Deməli, bir dənə elektrondan bunlar nə edirlər? Öz elektron quruluşunu tamamlamış hesab olunlar. Təzsiz qazlara bir dənə elektron qalırlar. Yəni, NS2, NP6-ya. Bizim, deməli, bu möhtəşəm quruluşa bir dənə elektronları çatmır. Bir dənə elektron olsa bitdi. Sonra da bunlar qeyri-metallarlar təbii ki və 2 atomlu bəsit maddə əmələ gətirirlər. Baxın, flor 2, xlor 2, brom 2, yod 2, hamısının ayağında 2 görürsünüz. Bunlar 2 atomlu bəsit maddə əmələ gətirir anlamına gəlir. Dostlar, yuxarıdan aşağı doğru getsə, biz bunu üfüqi yazmışıq, amma bunu yuxarıdan aşağı başa düşün. Elektromənfilikləri, sonra oksidaşdırıcılığı, qeyri-metallara aktivliyi azalır, atom radiyusu isə reaksiyası artır. Ümumiyyətlə, dostlar, biz sizə nə demişdik? Demişdik, yuxarıdan aşağı doğru getdikcə artan parametrlər nə idi? Artan parametrlər RAM idi, yəni reduksiya ediciliyi idi, atom radiyusu və metallıq qabiliyyəti idi. Azalan parametrlər isə nə idi? Bunlar artan parametrlər, bunların qabağına plus yazım. Azalan parametrlər isə IEGO idi. IEGO. Yəni, dostlar, iyonlaşma enerjisidir, elektromənfiliyidir, qeyri-metallıqdır və oksidaşdırıcılığı qabiliyyəti, eyni zamanda elektronun hərsidir. Bütün bunlar isə yuxarıdan aşağı doğru getsə azalmış olur. Sonra keçək növbəti məsələmizə. Dəyərli dostlar, halogenlər oksidaşma dərəcələri məsələsinə baxaq. Ümumiyyətlə, flor ən paxıl elementdir. Bu anlama gəlir, heç kimə elektron verməyəcək. Birləşmələrdə kimdənsə elektron alacaq. Özü də bir dənə elektron alacaq. Bitdi. Heç kimə də elektron verməyəcək. Ona görə də xlorun birləşmələrdə, daha doğrusu florun oksidaşma dərəcəsi sabit -1-dir. Başqa cür oksidaşma dərəcəsini almır. Baxın, -1. Valentli isə sabit bir valentlidir. Çünki dostlar, bunun elektron təbəqəsinin tamamlanmasına bircə dənə elektron çatmır, bitdi. Və həyəcanlana da bilmir. Ona görə də dostlar, bu sadəcə bir valentliyi göstərə bilir. Başqa cür yox. Amma xlor, brom, yodsa uyğun olaraq 3 dəfə həyəcanlana bilirlər. Və nəticə etibarilə valentlikləri, söhbət bunların flor, xlor, brom, yodun bunun hamısına şamil olunur. Baxın, valentlikləri uyğun olaraq 1 valentli də ola bilir, 3 valentli də ola bilirlər, 5 valentli də ola bilirlər və 7 valentli də ola bilirlər. Yəni, bu 4 valentli dövründə göstərə bilirlər tək ədədləri. Oksidaşma dərəcələrinə gəlincə, bunlar ola bilər ki, bir dənə elektron alaraq mənfi bir oksidaşma dərəcəsi göstərsin. Söhbət burada, dostlar, birləşmələrdə gedir, yəni bəsit halda olanda yox. Deməli, birləşmələrdə bunlar -1 də ola bilərlər, üçü də. Həmçinin birləşmələrdə bunlar müsbət 1, 3, 5, 7 də ola bilərlər. Müsbət 1, müsbət 3, müsbət 5, müsbət 7. Baxın, uşaqlar, bu hamısına şamil olunur. Ona görə burada belə yazıram, minus yazıram. Bu demək deyil. Yox. Brom da, yod da hər ikisi müsbət 3, müsbət 5, müsbət 7, müsbət 1 babların üçündə göstərirlər. Eyni şey eləyirlər. Valentlikləri, oksidaşma dərəcələri deməli, xlor, brom, yodun eynidir. Bir dənə flor burada özünü də artırır qırağa ki, yox, mən müsbət oksidaşma dərəcəsi göstərməyəcəm deyir. Bu qədər. Keçək növbəti məsələmizə. Dostlar, deməli, təbiətdə tapılmaları, bunlar təbiətdə necə tapılacaqlar? Dəhşətli dərəcədə aktiv maddələrdirlər, aktiv elementlərdirlər. Ona görə də biz bunları təbiətdə sərbəst görməmiz mümkün deyil. Bunlar yalnız və yalnız birləşmə əmələ gətirəcəklər. Dəyərli dostlar, florun birləşməsi florit mineralıdır. Bu arada bunun adı sizi çaşdırmasına,
Deməli, biz turşuları keçəndə demişdik, it və at sonluqlu olan turşular və eyni zamanda onların duzları. Deməli, içərisində oksigen var idi. Amma burada adında it eşidirsə, əslində bu kalsium florid maddəsidir ya. Sadəcə o florid mineralı adlanır. İçində it var, amma oksigen yoxdur. Sonra və yaxud da qalit. Baxın, axırda it var və yaxud da silvinit. Axırda it var. Bunun içində oksigen var anlamına gəlmir ha, uşaqlar. Qalit mineralı və yaxud da bizim daş duz dediyimiz bu maddə. Təbii ki, varmı? Var. Sonra silvin, kalium klorid. Eyni fikir verin dostlar, sanki deməli qalit mineralı ilə sanki silvin mineralının bir-birinə vurulmuşudur. Bu da olur silvinit. Bəs brom və yodun mineralları, brom və yod adətən sərbəst mineralları yoxdur. Bəs biz təbiətdə bunları necə görürük? Bu minerallar, brom və yodun minerallarını adətən deməli xlorun minerallarına qarışıq şəkildə biz görəcəyik. Adətən bu şəkildə. Məsələn, yodlu duz yəqin ki, eşitmişsiniz. Bax, bu şəkildə biz görə bilərik onları. Sonra gəldik bunların alınmaları məsələsinə. Dostlar, alınması məsələsində də nə etmək lazım? Birinci gəlin bunların laboratoriyada alınmasına baxaq. Laboratoriyada bunları almaq üçün oksidləşdirici maddənin üstünə hidrogen halogenid gələcək. Yəni HX gələcək. Bu arada dostlar, hidrogen halogenid deyəndə bu X xlor da ola bilər, brom da ola bilər, yod da ola bilər, amma flor ola bilməz. Yəni floru bu üsulundan almaq olmaz. Dostlar, oksidləşdirici maddələr nədir? Oksidləşdirici maddələr odur ki, özündən rahat bir şəkildə oksigen verən maddələrdir. Dırnaqarası çox dediyim. Yəni, bir dənə dostlar, sxemə diqqət edin. Məsələn, manqan 4 oksidin üstünə gəlirəm HX, yəni hidrogen halogenid gəlirəm. Bu zaman nə? Davam edək. Dostlar, oksidləşdirici nələr ola bilər? Oksidləşdirici maddələrə baxın. Manqan 4 oksid ola bilər, kalium permanganat ola bilər, kalium xlorat, sonra kalium 2 xrom 7, nə bilim kalium oxlor 2 və s. Çoxlu miqdarda oksidləşdirici maddələrimiz var. Gəlin reaksiyanın sxemlərinə baxaq. Manqan 4 oksidin üstünə HX gəlir. Yəni X-in yerinə dediyimiz kimi bu gördüyünüz halogenlər ola bilər. Baxın, metalın xloridi, daha doğrusu metalın halogenidi, halogen və su alınır. Yəni nə demək istəyirəm? Gəlin bunu çörək ana dilimizə. Bir daha buna diqqət edin uşaqlar. Məsələn, manqan O2. Bunun üzərinə gəlirəm H xlor. Sxemdə nə demişəm? Baxın, demişəm manqan X2, yəni manqan xlor 2. Sonra nə demişəm? X2, yəni xlorun özü. Sonra nə demişəm? Su alınır. Fikir verin, metalın xloridi, metalın halogenidi, yəni bu, halogen və su alındı. Onun yerinə uşaqlar brom da ola bilər, onun yerinə yod da ola bilər, hamısını belə bu qayda ilə edə bilərsiniz. Və yaxud da kalium, deməli, permanganatın. Kalium permanganatın reaksiyasında eynən həmin şey əmələ gələcək. Yəni, baxın, kalium, manqan, O4, məntiq eynidir uşaqlar. Üstünə gəlirəm, məsələn, H xlor. Baxın, kalium bir metaldır, onun xloridi, kalium xlorid. Üstünə gəlirəm. Manqan da bir metaldır, onun da xloridi, yəni manqan xlor 2. Üstünə gəlirəm. Halogenin özü, yəni xlor 2 və bir də su. Yəni məntiq nə oldu? Metalın xloridi, neçə dənə metal varsa, metalın halogenidi, ondan sonra halogenin özü, sonra da su alınacaq. Məntiq budur uşaqlar. Hə, kalium xloratla olan reaksiyada vəziyyət necə olacaq? Kalium xloridi alınacaq, buradan uşaqlar, bu xlorda əslində. Kalium xloridi alınacaq, halogenin özü alınacaq və su alınacaq. Məsələn, dostlar, kalium xlor O3 üstünə gələm. Dostlar, bu H brom da ola bilər, H yod da ola bilər, H xlor da ola bilər. Sadəcə H xlor daha populyardır deyə bunu yazıram. Burada alınır kalium xlor, xlor və su. Bu qədər bəsitdir məsələmiz. Hə, bundan əlavə dostlar, başqa metodlar da var. Yəni, halogenləri almaq üçün. Məsələn, biz yodu, baxın, kalium bromatın üstünə H yod gəlməklə də ala bilərik. Bunu belə başa düşəydik. Bax, bu kalium bromat, deməli, burada, baxın, bu şəkildə belə çıxdı. Kalium bromid şəklində öz oksigenini itirdi. Hidrogen deyir ki, sən oksijeni atdın, mən ona sahib çıxacağam. Hidrogen oksijeni götürür, su əmələ gətirir və yerdə qalan yod da qəşəng-qəşəng çıxır bayıra. Deməli, ferum xlor 2 ilə H yodun reaksiyasında bunu təqribən belə başa düşək. Baxın, ferum xlor 2, xlor. Bunu belə başa düşək. Üstünə gəlirəm H yod. Nə baş verir uşaqlar? Deməli, ferum xlor 2 şəklində qaçıb gedir. Ferum xlor 2. Üstə gəlirəm. Bu xlor da H yoddan yodu çıxarır. Yodu tullayır qırağa, özü girir onun yerinə. Alınır H xlor. Bu qaracın yodda ağlaya-ağlaya gəlir, çıxır çölə. Bitdi. Məsələmiz bu qədər rahat.
Yəni bu şəkildə laboratoriyada halogenləri almaq olarmış. Keçək növbəti məsələmizə. Sənayedə alınma məsələləri. Dostlar, sənayedə elektroliz üsulu ilə almaq olar. Belə bir şey var. Halogenlərdən sadəcə flördür ki, onu ancaq ərintinin elektrolizindən alırlar. Qalanlarını isə həm məhluldan, həm ərintinin elektrolizindən almaq mümkündür. Niyə bu baş verir uşaqlar? Baxın, burada biz kalsium florid, yəni florid mineralından, kalsium floriddən, ərintidən kalsium və flor ala bilmişik. Bəs görəsən, eyni maddənin suda məhlulundan nə alınacaq? Baxın, belə bir şey olur. Kalsium florid ki, üstünə gəlirəm HOH, yəni su, elektroliz eləyək. Yəni, dəyərli dostlar, demək istəyirəm ki, əgər mən kalsium florid mineralını məhlul halında elektroliz etsəm, onda görən flor alınacaq, yoxsa yox. Dostlar, kalsium aktiv metaldır. Özü getməyəcək. Biz elektrolizdən bilirik bunu. Su parçalanacaq, hidrogen çıxacaq. Flor da özünü necə aparır dostlar? Oksigenli turşu qalığı kimi aparır. Yəni, elektroliz prosesinə özü heç nə eləməyəcək. Yazıq, su parçalanacaq, oksigen alınacaq. Aşağılar, kalsium florid də olduğu şəkildə qalacaq. Yəni dostlar, belə çıxır ki, əgər bunun məhlulda elektrolizindən söhbət geçsəydi, əgər deyirəm elektroliz eləmək mümkün olsaydı da, kalsium floridi, əgər mümkün olsaydı, baxın bu sözü xüsusən vurğuluram, əgər mümkün olsaydı, siz kalsium floridin parçalanmadığını görəcəydiniz. Hələ bu indi bu həll olacaq, olmayacaq, o ayrı məsələ ya. Əgər mümkün olsaydı deyirəm, belə bir şey görəcəyiz. Gördüyünüz kimi, yəni flor ala bilmədik. Amma ərintidənsə flor ala bildik. Kalsiuma və flora parçalandı maddə. Amma xlor brom yoddasa problem yoxdur. Əgər ərintidirsə, sadəcə natriuma və xlora və yaxud da natrium və broma və yaxud da natrium və yoda belə parçalaya bilərsiniz. Yox, məhluldursa, yenə də həmən məsələ. Baxın, qaydamız belədir. Mən sizin üçün burada natrium xloridin məhlulunu vermişəm. Natrium aktivdir deyə özü çıxmayacaq. Sudan hidrogen gedəcək. Xlor da oksigensizdir deyə özü gedəcək. Bitdi, xlor aldıq. Məhlulda natrium qalsaydı əsas əmələ gələrdi. O qayda ilə də natrium hidroksid əmələ gəlir. Gəlin burada biz başqa bir maddə, məsələn natrium bromidin məhlulunu elektroliz eləyək. Dostlar, buradan nə baş verəcək? Dediyimiz kimi natrium aktivdir, özü getməyəcək. Ona görə katodda suyun parçalanmasından hidrogen alınacaq. Tamam, hidrogen getdi. Brom oksigensiz turşunun qalığıdır deyə flordan fərqli olaraq özü gedəcək. Baxın, flor özünü demişdik ki, oksigenli kimi aparırdı. Brom da gedəndən sonra bir metalın özü qaldı, bir də OH qaldı. Bunlar da bir-birinə birləşərək əmələ gətirir natrium OH. Gördüyünüz kimi brom aldıq. Qısası demək istədiyim, bir dənə flori bu işə cəlb eləməyin, qalanlarını məhluluna da almaq mümkündür. Gələk bunların fiziki özəlliklərinə. Dostlar, flor açıq sarı rəngdə. Boğucu ili zəhərli qazdır. Dostlar, bunun suda məhlulunu hazırlamaq olmaz. Niyə? Çünki bu özü su ilə reaksiya girir. Az sonra inşallah onu deyəcəyik sizə. Sonra xlor. Bu da sarımtıl yaşıl rəngdədir. Baxın, bu da boğucu ilidir. Bu da zəhərli qazdır. Və su ilə qarışığı xlorlu su adlanır. Əslində, belə deyək də, biz xlorun məhlulunu hazırlaya bilmirik əslində. Çünki xlor özü də su ilə reaksiya girir. Yəni, o məhlulun içərisində xlor olmur. H-xlor və H-xlor o qarışığı olur. İnşallah sonra onu da deyəcəyik. Brom məsələsi. Brom qırmızı qonur rənglidir. Amma dostlar, fikir verin bir dənə. Deməli, bunun aqreqatalı bayaqçılardan fərqli olaraq qaz deyil, mayedir. Düzdür, bu da boğucu ilidir, bu da zəhərlidir və qəşəng belə tüstülənir. Suda həll olma qabiliyyəti isə bərbaddır. Həmçinin yod məsələsində yod qara bənövşəyidir. Baxın, adını da buradan alır da bənövşəyi falan söhbətləri. Yod sublimasiya eləyən bərk maddə. Yəni, uşaqlar bu, biz bunu qızdıranda. Bu da əvvəl ərisin, sonra buxarlansın, elə eləmir. Birbaşa bərk haldan qaz ala keçir. Və suda həll olma qabiliyyəti də bərbaddır. Bəzən şagirdlər deyirlər ki, ay müəllim, axı biz, məsələn, evimizdə olan yod, axı maye haldadır. Aptekdən aldığımız yod maye haldadır axı. Siz onun məhlulunu alırsınız. İndi ikinci problem ortaya çıxır. Ay müəllim, özün demədi, indi bu suda bərbad həll olur. Onun nətər məhlulunu hazırlayıblar? Dostlar, sizin aldığınız məhlul suda məhlul deyil, spirtdə məhluldur. Əslində yod bərk maddədir. Baxın, bərk maddədir. Və suda pis həll olur. Onu götürürlər, yodda həll edirlər. Və bizə onun məhlulunu verirlər.
Sonra deməli nə olsun ki, bunlar suda pis həll olur, amma üzvü həlledicilərdə qəşəng həll olacaqlar. Məsələn, şunlar benzinli, kerosin, spirtli və yaxud da benzoldur, bunlarda qəşəng həll ola bilən maddələrdir. Deməli, halogenlər özləri bərk halda olanda molekulyar kristal qəfəs əmələ gətirirlər. Hə, bu arada bir şey deyim. Sizdən soruşa bilərlər ki, hansı halogendir ki, adi şəraitdə molekulyar kristal qəfəs əmələ gətirir? Söhbət burada yoddan gedir. Çünki adi şəraitdə molekulyar kristal qəfəs əmələ gətirmək adi şəraitdə bərk halda olmaq anlamına gəlir. Bunlar onsuz da molekulyar kristal qəfəs əmələ gətirirdilər, amma adi şəraitdə bir dənə yoddur bərk halda və o kristal qəfəs əmələ gətirir, molekul kristal qəfəs əmələ gətirir. Qalanları adi şəraitdə bərk halda olmadığından, qalanları adi şəraitdə amorfdular. Hə, o kristallaşanda, yəni donanda molekulyar kristal qəfəs əmələ gətirə biləcəklər. Dostlar, biz bunların rənglərinə fikir verəndə, baxın, flor açıq sarı rəngdədir. Amma yoda baxın, yod qara bənövşəyidir. Onda belə çıxır ki, açıq sarıdan qara bənövşəyə doğru gediş, yəni rəngin tüdləşməsi olacaq. Sonra dahası, molekulararası cazibə və sıxlıq arta-arta gedir. Fikir verin bir dənə. Flor qaz halındadır. Yəni molekular arasındakı məsafə daha böyükdür. Sıxlığı daha azdır, daha seyrəkdir. Amma yod bərk haldadır. Yəni molekullar arasındakı məsafə azalıbdır. Bunlar bir-birinə yaxınlaşırlar. Molekular arasındakı cazibə çoxalıb ki, bunlar bərk haldadır. Molekular aralıq gedə bilmirdi. Sonra qaynama temperaturu artır. Təbii ki, artıq belə deyək də, adi şəraitdə əgər deməli flor qazdırsa, bu demək ki, bu artıq buxarlanıb. Qaynama temperaturu daha aşağıdır. Amma yod əgər bərkdirsə, deməli onun hələ ki qaynama temperaturuna var. Qaynama temperaturu bunun daha yüksəkdir ki, bu hələ ki bərkdir. Belə, davam edək dostlar, halogenlərin kimyəvi özəlliklərinə baxaq. Gözümün işıqları halogenlərin birinci metallarla reaksiyaları. Aurum platin ki var, onsuz da heç bir turşu ilə falanla reaksiya girmirdi. Bunlarla da həmçinin reaksiya girmir. Dostlar, metallarla halogenlər reaksiya edir. Təbii ki, aurum platin çıxmaq şərti ilə əmələ gəlir duz. Ümumiyyətlə, flor və xlorun hər ikisi natrium, kalium və stibiumdan adi şəraitdə reaksiya daxil olacaq. Hər ikisi deyir, amma bu hər ikisi üçün belə deyək də, ortaq özəllik hesab oluna bilərmi? Bəli, bilər. Belə. Bəs dostlar, nə əmələ gətirəcək? Deməli, gözümün işıqları. Birincisi, baxaq natriumla reaksiyasına. Natriumdan, yəni burada dostlar, X-in yerinə xlor da ola bilər, flor da ola bilər, fərq yoxdur. Əmələ gətirəcək natrium X, yəni natrium xlor və yaxud da natrium flor. Kaliumdan da həmçinin, kalium X, yəni kalium xlor və yaxud da kalium flor. Stibiumdansa stibium X3, yəni stibium xlor 3 və yaxud da stibium flor 3. Deməli, bunların hər ikisi bu reaksiyalara adi şəraitdə girir. İndi hər ikisi üçün ortaq xüsusiyyətdir ya uşaqlar. Alüminium məsələn florla adi şəraitdə reaksiya daxil olur. Tamam. Alüminium flor 3 əmələ gətirir. Amma xlorla qızdıranda reaksiya girir uşaqlar. Alüminium xlor 3. Bir dənə fikir verin. Yəni alüminiumla reaksiya bunlar üçün ortaq cəhət deyildi. Biri adi şəraitdə gedir, biri temperaturun təsirində reaksiya edir. Sonra kupriumdan xlorun reaksiyasından kuprium xlor 2 alınacaq, sinklə xlorun reaksiyasından sink xlor 2 alınacaq. Dəyərli dostlar, niyə məhz kuprium xlor 2-ni vermişəm? Çünki misin 1 valentli versiyası da var, 2 valentli versiyası var. Burada məhz 2 valentli versiya alınır deyə onu xüsusən diqqətinizə çatdırmışam. Belə bir şey deyim, testlərdə inşallah ki, qabağınızda da görəcəksiniz, çoxlu çıxacaq. Möhtəşəm insanlar, dəmir və xrom, yəni ferin və xrom. Xlor və bromla əgər birbaşa reaksiya daxil olursa, 3 valentli duz əmələ gətirəcək. Yəni, nə demək istəyirəm? Ferium istəyirəm, xlor 2 alınır, ferium xlor 3. Və yaxud da xrom istəyirəm, xlor 2 alınır, xrom xlor 3. Fikir verirsə, 3 valentli duzlar əmələ gətirir. Uşaq, bir dənə burada haşiyə çıxım. İnşallah indi gələn növbəti, daha doğrusu hissələrdə sizə izah edəcəm, amma hər halda burada bir dənə haşiyə çıxıb bir şey deyirəm sizə. Ferium üstünə gələm H xlor. Bəs indi nə alınır? Buradan uşaqlar 2 valentli birləşmə alınacaq. Yəni ferium xlor 2 üstə gələm H2. Və yaxud da xromla da analoji olaraq xrom üstə gələm H xlor nə alınacaq dostlar? Xrom xlor 2 üstünə gələm H2. Fikir verdinizsə, deməli halogenin özü ilə 3 valentli birləşmə verdilər. Amma hidrogen halogenlərlə 2 valentli birləşmə verdilər. Buna diqqətli olun. Bunu testlərdə çünki əməlli başlı bizdən soruşurlar. Keçək növbəti məsələmizə. Qeyri-metallarla olan reaksiyaları. Dostlar, bir çox reaksiyalar var ki, flor bunu adi şəraitdə eləyir. Florun böyük əksəriyyət reaksiyaları adi şəraitdə. Çünki
Dəhşətli dərəcədə aktiv bir elementdir. Amma digərləri isə bunu adətən qızdırma şəraitində eləyirlər. Məsələn, H-la florun reaksiyasında alınır H-flor. Necədir? Adi şəraitdədir. Amma hidrogenlə xlorun reaksiyası uşaqlar yadınızda qalsın. Ya bu temperaturla gedir, ya da işıqla gedir. İşıqla gedəndə H-nü yazırlar üstünə. Bu işıq deməkdir. Ola bilər işıq olmasın, temperaturla getsin. Yəni adi şəraitdə getmir. Buradan alınacaq H-xlor. Sonra hidrogenlə bromun reaksiyası, həmçinin hidrogenlə yodun reaksiyası, bunlar artıq temperaturla gedirlər. Buradan da alınır uyğun olaraq H-brom və H-yod. Bu arada uşaqlar bir şey deyim sizə. Buradan alınan maddələr, yəni H-flor, H-xlor, H-brom, H-yod, hələ ki bunlar turşu deyil. Bəzən bunlara deyirlər, bunlar turşu da deyil. Bunlar bir qazdırlar. Bu qazları əgər bir suda həll eləsək, alınacaq turşu. Yəni xlor, bromid, yodu və s. turşular alınacaq. Hələ ki bunlar qazdırlar. Sonra deməli, S-lə florun reaksiyasına, küşürlə florun reaksiyasına alınacaq S-flor 6. Sonra karbonla florun reaksiyasına alınacaq karbon flordur. Və uşaqlar, bu reaksiyaların yenə də hamısı necə olacaq uşaqlar? Adi şəraitdə baş verir. Xlorla florun reaksiyasından, deməli, halogenlər öz aralarında belə reaksiya girir və bu da adi şəraitdə baş verir. Xlor, flor 3 maddəsi alınır. Küşürlə xlorun reaksiyası uşaqlar. Deməli, bu iki mərhələdə olan bir reaksiya. Təbii ki, bu da temperaturla baş verir və iki mərhələdə olan bir proses baş verir burada. Nə baş verir? Birincisi, S2 xlor 2 alınır. Sonra həmən bu S2 xlor 2-nin üstünə bir də xlor 2 gəlirlər. Alınır S xlor 2. Sonra dahası fosforla xlorun reaksiyasından. Dostlar, xlor əgər az olacaqsa, təbii ki, yenə də temperaturla gedir bu reaksiyalar. Adi şəraitdə baş vermir. Bir dəqiqə uşaqlar. Temperatur yazaq bura. Adi şəraitdə baş vermir. Xlorla, deməli, əgər fosfor az olacaqsa xlor, bu şəraitdə P xlor 3 alınacaq. Fosfor çox olacaq, daha çox xlor çox olacaqsa P xlor 5 alınacaq bu şəraitdə. Uşaqlar, deməli, bəs bunlar hansı reaksiyaya girmirlər? Belə bir şey var uşaqlar. 10 John Jones. Yəni baxın, 10 John Jones. Yəni uşaqlar, flor oksigen və azotla, xlor karbon oksigen azotla, brom karbon oksigen azotla, yodsa karbon oksigen azot və kükürlə reaksiyaya girmirlər. Bunu uşaqlar yadımızda saxlayaq. Daha sonra keçək, ey möhtəşəm insanlar, baxırıq bunların mürəkkəb maddələrlə reaksiyasına. Dəyərli dostlar, mürəkkəb maddələrin reaksiyasına birinci gəlin su ilə reaksiyaya baxaq. Deməli, danışacağıq biz florun, xlorun və bromun su ilə reaksiyasından. Bəs yod nə olmur? Çünki yod su ilə reaksiyaya girmir. Florun su ilə reaksiyası uşaqlar bu şəkildə olacaq. Buna deyirlər su buxarının yanması. H-flor üstünə gələm O2 alınır. Bax, bu reaksiya su buxarının yanması reaksiyasıdır. Adıma qəribə gəlir, su hər şey söndürəndir. Amma burada söndürməyə hünəri çatmır. Dəyərli dostlar, əgər xlor soyuq su ilə reaksiyaya girəcəksə, əmələ gəlir H-xlor, üstünə gələm H-xlor-O. Yəni, xlorid və hipoxlorid turşusunun qarışığı. Bax, bu qarışıma, əzizlərim, deyəcəklər, xlorlu su. Əslində, bu dezinfeksiya məqsədi ilə istifadə olunan o xlor ki var, hansı ki biz mənzillərimizdə dezinfeksiya məqsədi ilə bu xlordan istifadə edirik, xüsusən də hamam otağını falan. Xlordan istifadə edirik dezinfeksiya eləmək üçün, falan üçün, təmizlik üçün və yaxud da məktəblərdə falan vardır və yaxud da hovuzlara tökülür həm bu xlor. Əslində xlor tökülmür. Xlorlu su tökülür. Yəni xlor özü zəhərli bir qazdır. O qazı biz əgər məişətdə istifadə edəcək, boğulub ölərik. Bəs xlorlu sudan istifadə olunur. Belə, xlorun isti su ilə, qaynaq su ilə bir reaksiyasında nə alınır uşaqlar? Alınır H-xlor, üstünə gələm H-xlor-O3. Bu qarışımsa artıq xlorlu su deyil. Bromla da dostlar, aşağı yuxarı elə eyni tipli reaksiyası var. Yəni, yenə də baxın, H-brom və bir dənə H-brom-O bu şəkildə. Temperaturla olanda da H-brom, üstünə gələm H-brom-O3. Yəni, eyni reaksiyanı verir. Yodla suyun reaksiyası, yodla su reaksiyaya daxil olmuyor. Yəni, yod 2, üstünə gələm H-OH, buradan heç bir şey alınmayacaq, çünki reaksiya girməyəcək. Növbəti məsələmiz dəyərlər, bunların qələvilərlə qarşılıqlı təsiri. Gözüm işıqları, deməli, adətən şahidlər edirsən ki, bax, O flor 2 adlı bir birləşmə var.
Bunu dedin. Sonra deyirsən ki, oksigenlə də flor reaksiya girmir. Deyir, ay müəllim, oksigenlə flor reaksiya girmirsə, bu maddə necə alındı ki? Hə, uşaqlar, bax, bu maddə dolayı yolla alınır. Dolayı yol nə deməkdir? Məsələn, florla kalium OH-ın reaksiyasından nə alınacaq buradan? Alınacaq kalium florid, alınacaq buradan su və alınacaq həmin o mübarək O flor 2 maddəsi. Sonra dahası, xlorla qələvlərin reaksiyasından. Əgər adi şəraitdə reaksiya baş verirsə, burada alınacaq kalium xlor, alınacaq kalium xlor O və su alınacaq. Dostlar, bax, bu qarışım ki var, buna deyəcəklər Javel suyu. Javel suyu. İnşallah tətbiq məsələsində mən buna yenə də qayıdacağam, bu nəyə lazımdır. Yox, əgər temperatur nə olacaqsa, alınacaq kalium xlor O3 və nə alınacaq? Alınacaq su ki, bu gördüyünüz Javel suyu deyil, uşaqlar. O3 görsəniz, bu Javel suyu deyil. Həmçinin kalsium OH2 ilə də reaksiya buna bənzərdir. Yəni, baxın, yenə də kalsium xlorid, kalsium hipoxlorid, yəni kalsium xlor O2 dəfə və su. Uşaqlar, bu gördüyünüz qarışım ki var, bu gördüyünüz mübarək qarışım. Buna deyəcəklər ağardıcı əhəng. Ağardıcı əhəng. Bu maddə. Əzizlərim, əgər temperaturla olacaqsa, baxın, soyuq, deməli, kalsium OH2 ilə söhbət gedir. Yox, əgər burada temperatur olacaqsa, işin rəngi dəyişir. Yəni, nə olur? Kalsium xlorid, kalsium xlorat, yəni kalsium xlor O3 2 dəfə və su. Artıq bu ağardıcı əhəng deyil. Dahası, keçirik növbəti məsələmizə. Dəyərli dostlar, halogenlərin ümumiyyətlə özləri digər halogeni deməli, oksigensiz duzundan və yaxud da hidrogenli birləşməsindən sıxışdırıb çıxarmaq məsələsi var. Yadınızda qalsın, aktivlik bu sıra ilə dəyişir. Yəni, flor, xlor, brom, yod. Bu sırada hər bir halogen özündən sonra gələn, onun oksigenli duzundan və yaxud da dedik hidrogenli birləşməsindən sıxışdırıb çıxarır. Yəni, baxın, flor xlordan güclüdür. Xloru döyüb tullayır qırağa. Alınır kalium flor və göz yaşlı xlor. Və yaxud da xlor yoddan və bromdan güclüdür. Xlor nə edəcək? Alınacaq buradan natrium xlor, üstünə gəlirəm göz yaşlı bir brom və yaxud da xlor yoddan güclüdür. Kalium xlor, üstünə gəlirəm yod 2 və yaxud da brom yod məsələsində deməli alınacaq natrium bromid, üstünə gəlirəm yod 2 ağlayaraq. Ay uşaqlar, belə bir şey var. Bunun əksi mümkün deyil. Yəni, məsələm üçün deyirəm. Natrium xlor, üstünə gəlirəm brom. Brom, sənin hünərin nədir ki, gəlib bu xloru sıxışdırıb çıxarasan. Onun oksigenli duzundan və yaxud da hidrogenli birləşməsindən. Oldu mu? Uşaqlar, bir də bir şey deyim sizə. Bax, flor bunların içində ən güclüsüdür də. Flor kimi gəldi, sıxışdırıb çıxara bilir. Amma uşaqlar, əgər, məsələn, mənə belə bir maddə verilir. Deyək ki, şərtdə də mənə deyir, kalium xlor məhlulu. Bax, məhlulu deyirsəm və bunun üstünə gəlirsə ki, floru, uşaqlar, burada diqqətli olaq. Flor birinci məhlulun suyu ilə reaksiyaya daxil olacaq. Yəni, bayaqki reaksiya var idi, su buxarının yanması. Yəni, birbaşa gəlib kalium xlora hücum eləsin, kalium xlordan xloru çıxarsın, onu eləməyəcək. Birinci növbədə suya hücum eləyəcək. Ona görə orada diqqətli olmaq lazımdır. Gəlir bunların tətbiqi məsələsi. Ey möhtəşəm insanlar, bunları harada tətbiq etmək olar? Məsələn, floru teflon alınmasında istifadə edəcək. Yəni, yəqin ki, xatırladınız. Baxın, C-flor2, bu belə bir polimer varımız idi. Biz buna teflon deyirdik. Bunun alınmasında istifadə edəcəklər. Sonra xloru istifadə edəcəklər kağız və parçaların ağardılmasında. Uşaqlar, nə deməkdir bu ağardma? Az sonra onu açıqlayacağım. Və yaxud da içməli suyun dezinfeksiyasında. Bu da necə təsir edəcək, onu da inşallah sizin üçün açıqlayacaq. Və yaxud da xloroformun, xloru turşusunun alınmasına istifadə edəcək, Javel suyu və ağardıcı əhəngin alınmasına istifadə edəcək. Sonra brom və onun birləşmələrini, xüsusən də natrium bromid və kalium bromidi tipdə sakitləşdirici kimi istifadə edirlər. Sonra sinir sisteminə yaxşı təsir edir. Sonra yodun deməli tətbiq sahələri nədir? Dəyərli dostlar, yod spirtdə məhlulu, yəni bizim apteklərdə bizə satılan o yod ki var, o nədə istifadə olunacaq? Yaraların dezinfeksiyasında istifadə olunacaq. Eyni zamanda insanda əgər yod çatışmazsa zob xəstəliyi əmələ gəlir. Ona görə yodun birləşmələrinin zob xəstəliyi müalicəsində də dərman preparatı kimi istifadə eləyirlər. Sonra dostlar, kalium xlorat
Bu Bertollet duzudur. İkinci adı kibrit istehsalında istifadə olunur və yaxud da barıt istehsalındadır. Bundan istifadə eləmək olar. Sonra dahası bu xlorlu su javet. İndi baxın bayaqki dediyimiz o ağartma məsələsinə gəlində aydınlıq gətirək. Xlorlu sudur, javet suyudur, ağartıcı əhəngdir. Bunların dezinfeksiya edici bir xassiyyəyə malikdir. Niyə? Bu məsələn, javet suyun içərisində, javet suyunu bir dənə də yadımıza salaq. Javet suyu kalium xlor, üstə gəlirəm kalium xlor O, üstə gəlirəm su. Baxın, bu qarışıq idi. Əslində bizə lazım olan ən önəmli maddə burada budur. Bu gördüyünüz maddə nə edir? Bu gördüyünüz maddə havanın, deməli, havada olan su buxarı və ya karbon qazı ilə və yaxud da birbaşa ilə karbonat turşusundan reaksiya girərsə nə baş verəcək? Əmələ gələcək kalium 2 karbonat, baxın, və buradan alınacaq H xlor O. Belə bir turşu alınacaq. Hə, indi bu turşu nəyə lazımdır? Az sonra indi onu bir daha deyəcəm, narahat olmayın. Və yaxud da xlorun birbaşa su ilə reaksiyasında nə əmələ gəlir? Əmələ gəlir H xlor və H xlor O. Uşaqlar, bunların hər ikisində, bax, bu hissəyə diqqət edin. Hər ikisində gördüyünüz kimi o əmələ gəlir. Və yaxud da uşaqlar, ağartıcı əhənglərində yenə də eyni reaksiya baş verir. Daha onu yazmadım. Dostlar, bu H xlor O-nun bir məsələsi var ki, bu H xlora və atomar oksigenə parçalana bilir. Çox zəifdir, parçalana bilir. Hə, əsasən dezinfeksiya edici, nə bilim, ağartıcı falan filan xüsusiyyətlər məhz bu atomar oksigenlə bağlıdır uşaqlar. Məhz bu atomar oksigen parçaları ağardır, nə bilim, dezinfeksiya edir, neyini, bütün həmin o həngaməni yaradan məhz bu imiş. Dəyərli dostlar, mən deməli, sizlə halogenlər məsələsini bitirdim. Diqqətinizə görə təşəkkürlər.